Qarabağ İqtisadi rayonunda bərpa, tikinti və idarəetmə xidmətinin fəaliyyətində ciddi mənimsəmə faktları aşkarlanıb. İddiaların mərkəzində qurumun icraçı direktoru Leysan Məmmədov və onunla əlaqəli şirkətlər var. Məsələnin maliyyə tərəfi kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Ümumi dəyəri 25 milyon manatı keçən 3 il müqavilə Platinum MMC-yə tapşırılıb. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri Rizvan Vəliyevin bacısı oğlu olsa da idarəçiliyin Leysan Məmmədovun oğlu Elnur Məmmədov tərəfindən həyata keçirildiyi deyilir. Bu vəziyyət dövlət vəsaitlərinin ailə daxilində paylanmasını deməyə əsas verir. Diqqət çəkən məqam evlərin təmiri üçün ayrılan vəsaitlərin süni şəkildə artırılmasıdır. Yüngül təmir tələb edən evlərin kvadrat metri üçün nəzərdə tutulan 150 manatlıq xərc sənədlərdə 350 manat kimi göstərilir. Bu yolla hər kvadrat metrdə yaranan 200 manatlıq fərq nəticəsində büdcəyə 14 milyon manatdan çox ziyan vurulduğu hesablanıb. Dövlət vəsaitlərinin mənimsənilməsində adı keçən Leysan Məmmədovun maliyyə resurslarını şəxsi biznesinə yönəltdiyi barədə məlumatlar var. İddialara görə müxtəlif layihələr vasitəsilə əldə edilən vəsaitlər birbaşa deyilməz, ailə üzvləri üzərindən kommersiya fəaliyyətinə yatırılır. Bu sxemdə əsas fiqurlardan birinin onun qardaşı oğlu Rəşad Məmmədovun olduğu bildirilir. Onun adına qeydiyyatdan keçmiş AQK Manufacturing Company MMC vasitəsilə Ağdam rayonunun ərazisində iri miqyaslı biznes layihələri həyata keçirilir. Yəni dövlət büdcəsindən ayrılan vəsaitlər şəxsi investisiya kimi istifadə edilir və bu fəaliyyət qohumların adına rəsmiləşdirilir. Beləliklə faktiki sahibliyin gizlədilməsinə şərait yaradılır. Hazırda Ağdamda 1000 nəfərlik yaşayış kampı, beton və asfalt zavodların tikintisi aparılır. Bu obyektlər məhz həmin vəsaitlər hesabına ərsəyə gəlib. Mənimsəmə hallarının yalnız vəsaitlərin xərclənməsi ilə bitmədiyi, həm də uzun müddətli gəlir gətirən biznes strukturlarına çevrildiyi görünür. Üzə çıxan mənzərə korrupsiya yolu ilə əldə edilən pulların legallaşdırılması və davamlı qazanc mənbəyinə çevrilməsi ehtimalını artırır. Faktlar göstərir ki, kateqoriya sistemi qəsdən təhrif edilərək işlərin dəyəri süni şəkildə bahalaşdırılıb və bu yolla külli miqdarda dövlət vəsaiti mənimsənilib. Dövlət başçısının Qarabağda xüsusi nümayəndəliklər təsis etməklə məqsədi idarəçilikdə tam şəffaflığa nail olmaq, köhnə sistemin qalıqlarını bu müqəddəs torpaqlara buraxmamaq idi. Lakin Leysan Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyəti bu hədəflərlə ziddiyyət təşkil edir. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndələrin bu proseslərdən nə dərəcədə xəbərdar olduğu isə hələlik qaranlıq qalır deyə Demokrat Azda yayımlanan məlumatda iddia olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.